Qadınlar kişilərdən daha yüksək depressiya riski daşıyır. Bunu mən yox, National Communication jurnalında dərc olunan elmi məqalə deyir. Gəlin, məqalədə nələr yazılıb, bunları nəzərdən keçirək. Bu deyəcəklərim bu günə qədər aparılan ən böyük tədqiqatlardan biridir, hansı ki, bu araşdırmalar Avstraliyanın Queensland Tibbi İnstitutu tərəfindən araşdırılıb və təxminən 16 dəfə qadınlar, 8 dəfə isə kişilərdə genetik variantlar mövcud olmuşdur ki, bu təxminən 2 dəfə daha çox qadınların depressiyaya məruz qaldığını göstərir. Bu universitetin baş tədqiqatçısı olan Dr. Britton Mitchells qeyd edir ki, depressiya insandan insana fərqlilik göstərir, amma bu günə qədər niyə belə olduğunu açıqlayan sistematik bir elmi araşdırma mövcud deyil. Amma bu araşdırmanın özündə kişilərin yardım alma ehtimalının az olması, məhz yardım alma ehtimalının az olması eyni zamanda kişilərdə diaqnozun qoyulmasında bəzi problemlər yaratdığına görə, eyni zamanda qadınlarda da cinsi istismar və şəxslər arası fiziki zorakılığın təsiri səbəbilə depressiyanın daha çox olma ehtimalını artırır. Aparılan araşdırma yuxarıda sadaladığım amillərin birgə formada, yəni çox şaxəli izahının verilməsi üçün yuxarıdakı bütün amillərin nəzərə alınmasının ehtiyac olduğunu vurğulayır və həmçinin də bundan öncəki araşdırmaların əsasən sosial və psixoloji amilləri nəzərə almasını vurğulayaraq bu məsələnin təməlində bioloji əsasların da duracağını iddia edir. Tədqiqatçılar Avstraliya, Hollandiya, Amerika Birləşmiş Ştatları və həmçinin Böyük Britaniyada olan iki böyük qrup üzərində bu araşdırmanı həyata keçirmişdi və burada olan konhor qruplar eyni xəstəliyə malik olan insanların bir qrup halında yığışması halına deyilir və bu qruplar üzərində aşağıdakı rəqəmlərlə, yəni statistikalarla tədqiqat aparılmışdır. Nəticədə ümumi nümunə sayı belə olub. 130.471 qadın və depressiyası olan 64.805 kişi, eləcə də depressiya diaqnozu olmayan 159.521 qadın və 132.185 kişi. Bundan əlavə tədqiqat həm də onu da göstərir ki, qadınlarda depressiya zamanı yaranan çəki dəyişiklikləri kişilərə nisbətən daha çoxdur və bu da bizə onu analiz etməyə imkan verir ki, demək ki, depressiya zamanı qadınlarda yaranan çəki dəyişikliklərinin səbəbi məhz altda yatan genetik faktorlardır. Hansı ki, bu araşdırmanın zəif tərəfləri də mövcuddur. Misal üçün, bu araşdırmanın yalnızca Avropa nümayəndələri, Avropa qrupları üzərində aparıldığı üçün ümumi qlobal insan qruplarına aid edilməsinin problemli olduğu vurğulanır. Həmçinin araşdırmanın yalnızca bu müəyyən qruplar halına aid edilməsi ümumi fərqli insan qruplarına araşdırmanın şamil edilməsi problemini ortaya çıxardır. Amma bu araşdırmanın üstünlüyü ondan ibarətdir ki, indiyə qədər aparılan araşdırmalar əsasən sosial və psixoloji amilləri nəzərə alınaraq aparılırdı. Amma bu tədqiqat bizə onu göstərdi ki, məhz arada yaranan bu fərqlər genetik variantlara, genetik əsaslara təməl alınaraq izah oluna bilər və həmçinin bu bizə o cəhətdən də yardım edir ki, gələcəkdə kişi və qadın üçün ayrılıqda müalicə üsulları və ya dərman preparatlarının verilməsini imkan etsin. Daha ətraflı bu məqaləni araşdırmaq üçün The Guardian və Nature Communication jurnallarının yerləşdirilən məqalənin linkini məhz videonun şərh hissəsində yerləşdirəcəm. Oradan daha ətraflı məlumat ala bilərsiniz. Həmçinin xüsusilə tövsiyə edirəm ki, depressiya ilə bağlı ümumi məlumat almaq üçün məhz xüsusilə elmi məqalə paylaşan dərc olunan jurnalları və yaxud da elmi saytları oxumağınız daha faydalıdır. Çünki bildiyiniz kimi hazırda qlobal olan 21-ci əsr problemidir depressiya və hər kiçik problemi olan, hər kiçik xırda çətinlikdə insanlar özlərinin depressiyaya düşdüyünü iddia edir, amma depressiya bu qədər sadə və hər kəsin yaşaya biləcəyi problem deyil. Ümidvaram ki, bu video sizin xoşunuza gəldi və bu tipli məqalələrin izah olunması və həmçinin video halında sizə təqdim etmək üçün videonun şərh hissəsində qeyd edə bilərsiniz. Həmçinin çəkilişdə etdiyi dəstəyə görə Veron Mediaya öz xüsusi təşəkkürlərimi bildirirəm. Hansı ki, siz də bu studiyada öz kontentlərinizi və videolarınızı gerçəkləşdirmək üçün Veron Mediaya müraciət edə bilərsiniz. Hansı ki, məhz açılışa özəl 70 AZN yox, 50 AZN-dir.